Ben demək istəyirəm ki, çox gözəldir bütün bunlar və demək istəyirəm ki, hər gəlində özümə söz verirəm ki, Can, bu elə hisslərdir ki, bunu saxlamaq, izləmək mümkün deyil. Çox bağışlayın məni. Bilirsiniz bunun gözəlliyi nədir? Mən demək istəyirəm. Mən görünən bir tərəfəm. Yəni hər zaman insanların gözü qarşısında öz ağlarımla, acılarımla, öz həyatımla, yəni hər bir insanın tanıdığı bir xanımam, bir şəhid xanımı olaraq. Amma siz inanın ki, yüzlərlə belə xanımlar var və onlar hansı ki heç vaxt heç kəs onları görməyib, heç vaxt efirlərdə olmayıblar, heç vaxt yəni hər zaman öz dərdləri ilə, öz çətinlikləri ilə, öz həyatları ilə arxa planda, yəni gözə görünməyən bir planda. Təbii ki, dövlətimiz, ölkəmiz, təbii ki, hər bir insan onların yanında olmuşuq. Dəstəyinə Əlbəttə ki, mən də. İkinci Qarabağ Savaşından sonra biz hər birimiz, yəqin ki, siz də, hər birimiz bu ailələrdə olurduq. İnanırsınız, elə gün olurdu ki, 5 ailə, 7 ailə biz olurduq və var idi ki, o doğulmuşdu. Mənim oğlum da elə doğulmuşdu. Atasını görmürdü. Bugün də onlar var idi. Bunu demək istəyirəm. Allah səbir versin, Allah sözün versin.